Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən əvvəlki videolarımda Chess.com üzərindən oyunları aparırdım sizinlə. Lakin orada çoxlu cheating halları ilə rastlaşdığım üçün qərar aldım ki, mən keçimli chess.org-a və oyunlarımı orada davam elətdirim. Bunun üçün də yeni akkaunt yaratdım və akkauntu sıfırdan başlayacağıq. Gördüyünüz kimi burada welcome yazısı da bizi göstərir. 1 dəqiqə öncə yeni yaratdım akkauntu. Oyunlara başlaya bilərik. İstəyirəm 3+0 və yaxud da 5+0. Ümumiyyətlə Blitz tərzində oyunları yenə davam elətdirim. Başlayaq. Anjan adlı rəqibimiz. Maraqlı bir oyun var qarşımızda. Mərkəz uğrunda mübarizə. Rəqibimiz reytinginə görə yaxşı oynadığını deyə bilərəm. Bu həmləni mən heç görməmişəm açığı, belə bir həmləni. Belə bir hücum eləyək bu variantda. Hücumu davam etdirək. Məqsədimiz bunu sürməkdir irəli. Vəzir məcbur bura girməlidir. Arxaya keçərsək xətti tuta bilərik. Rəqib qala qurmasın deyə. Lakin bu fili dəyişmək istəmirəm. Çünki fili çıxıb dəyişmək istəyəcək. Artıq bura təhdid var. Həm vəzir, həm at. Aydın da gözləniləndir. Fili aradan qaldırmağa çalışır. Mən bu atı qovmaq istəyirəm. Qovduqdan sonra Y5 gedişi ilə həm fillə vəzirə təzyiq, həm də ata təzyiq var. Atı məntiqli yerə gəldi. Zaten biz hücum da edə bilmirik. Gələcəkdə belə də qoruya bilər bəlkə, amma qorumaq deyil o. Birinci biz bu atı bizim bölgədən çıxaraq, məcbur geri yerinə qayıdacaq. Bir təhdid daha eləyə bilərik əslində. Qara fili də zaten bu xanaya baxmır, ona görə bir təhdid də buradan edək. A6 ilə qarşısını almağa çalışacaq. Almadı əslində, maraqlıdır. Atı bura keçməyə çalışır yəqin ki. Fili təzədən bura gələ bilərik o zaman. Yəni rəqib reytinginə görə yaxşı oynayır. Maraqlı həmlədir. Yəqin ki atı qorumaq üçün nəzərdə tutulan bir həmlədir. Mən bu atı dəyişməyin tərəfdarıyam. Fillə vuracam. Aha. Bu bayaqki hədəfimiz indi bu dəqiqə belə mümkündür. Həm fil, həm vəzir zərbə altındadır. İlk öncə fili götürək. Buradan belə bir zərbə var. Qarşısına alaq. Əslində əks zərbə ilə də almaq olardı. Məsəl üçün belə bir variantla həm topa, həm də piyadanın qorunmasına fikir vermək olardı. Rəqibin həmlələrini düşünürəm ki, nə oynaya bilər deyə. Atın bura gedişi yoxdur. Vəzir qarşılayır. Dediyim əks həmləni hal-hazırda oynamaq olar. Rəqib bu piyadaya hücum edir və eyni zamanda topu zərbə altındadır vəzir tərəfdən. Həmçinin F6-ya baxan bir gedişimiz var. Buradan şah və matdır. Oyun bitdi. Burada reyting daha sürətli artır, çünki liçesin qaydası belədir. Həmçinin yeni akkaunt açanda sizin reytinginizi bilmədiyi üçün, yəni siz çox yüksək dərəcəli bir oyuncu da ola bilərsiniz. Ona görə çox yüksək bal verir, məğlub olanda da yüksək bal çıxır. Bəlli bir nöqtədə tarazlanır bal və siz ondan sonra artıq regula, yəni normal oyunlara başlayırsınız. Y4, Y6, rəqibimizin 1745 reytingi var. Digərinə nəzərən daha yaxşı oynamalıdır. Bizdə aktual reyting 1743, sual işarəsi onu göstərir ki, hələ bəlli deyil. Belə oynayaq. Mən son zamanlar bu fili üzərində oyun qurmağı xoşlayıram.
Təbii ki, burada əsas problem ağ filə yer qalmır inkişaf zamanı. Bunu çalışıram buradan çıxım ki, sonra inkişafda problem yaranmasın. Bu hafta da buradan çıxmağı hədəfləyirəm. Qala qura bilərik. Burada bu təhdid artıq yoxdur, çünki bu atlar bir-birini gözləyir və vəzir buradan hücuma qoşula bilər. Burada belə bir gediş ola bilər. İndi xətti tutmaq üçün yəqin ki, hər kəs çabalayacaq. Gözlədiyim kimi də oldu. Nisbətən daha yaxşı setupımız var deyə bilərik, amma rəqib də zəif oynamış. Hələ ki mid-dash bilə keçdik və burada, yəni oyunun ortasında qərarlar çox vacibdir. Oyunun gedişatına təsir edir. Rəqib düşünür. Bayraq Filippin olmalıdır. Bəli, Filippinin bayrağıdır. Rəqibin B4 sürmə istəyi var deyə düşünürəm və ona görə də A5 oynayıram ki, belə bir istəyi gerçəkləşdirə bilməsin. Rəqibi buradan qovada bilərik, amma yersiz risklər də ola bilər. Fil burada H6. Əslində o variantda biz uduzmuruq. Məsələn, fil F8 var. Vəziri buradan çıxarmaq üçün və s. Yəni qorxulu deyil. Sadəcə olaraq maraqlıdır ki, burada hələ də bunu çalışır bu arada. İndi burada vaxt itirməyək. Məsəl üçün mən B5 gələ bilərəm. Amma bu dəqiqə o vaxt itkisi olar. Mən istəyirəm ki, oyunu şah cinahında açmağa çalışım. Bəlkə də onu belə bir cəsur həmləyə itələməyə çalışıram. Bəlkə də düşünür ki, vura bilər. Vurmadı rəqib. Rəqib vurmadısa, biz indi B5 oynaya bilərik. Belə bir manevr istəyirəm ki, at B6, ardınca at C4. Niyə də yox? Əslində burada bunun vurulması mənim üçün çox da əhəmiyyətli deyil. Amma mən bunu vurmaq istəyirəm, çünki bu piyada nisbətən zəiflədir rəqib üçün. At C5, at C4 daha doğrusu həmləsi var və ardınca bu fil neytrallaşdırılsa, yəni fil və at dəyişilsə, bu at götürülür mənim filim tərəfindən və şah cinahı dağılır. Nəsə plan qura bilərik. At H5, vəzir D7, vəzir H3 kimi hücumlar. Şahla qoruya bilmir, çünki yəni buradan gələ bilmir. Fil qoruyur buranı. Buradan da gəlsə, atımız burada olduğu üçün topla Y6 çıxaraq top J6, şah və şahı pis vəziyyətə sala bilərik. Oxlar çoxaldı. Azaldıq biraz. Rəqib düşünür, bir dəqiqəsi var, amma incrementlə, yəni artırma saniyələri ilə oynanılır oyun. Rəqibin belə bir maraqlı gedişi var. J4. Açarmı şah cinahını? Maraqlıdır. Dəyişmək sərf edirmi deyə düşünürəm. Əslində yox, çox fiqur var orada müdafiə üçün. 2 fil, 1 at. Bu at da istəsə gələ bilər buradan. Yox, dəyişməzdim, yəqin ki, geri qaçardım. Bu cinahdan bir şeylər eləməyə çalışardım. Rəqib müdafiə xarakterli gediş etdi deyə düşünürəm, amma o qədər də yaxşı gediş olmadı. At C4-də olsun. İndi biz bu fili götürsək, rəqib atı qaçacaq. Biz atı götürsək, rəqib fillə piyadanı vuracaq. Ki biz fil aldıqda, o da bizim filimizi alacaq. Üstəgəl bir piyada. Burada o piyadanı verməyə dəyərmi? Sırf atı götürməyə əvəzinə onu düşünmək lazımdır. Mən hələ ki biraz sakit oynamağı seçirəm. Həm reytingli oyundur deyə
durduq yerə yüksəlmə şansını qaçırmayaq. Rəqibin 22 saniyəsi var. Təzyiq altında oynayacaq indi. Topu bura gələrək bu piyadaya hücum var. Rəqib gözlənildiyi kimi atı qaçdı, amma tərk elədi elə özü də, çünki müftə verirdi atı. Oldu. Maraqlı həmlələrimiz var idi burada. Nə kimi belə deyə təşəbbüs var qaralarda, onu deyə bilərəm. Top B8. Bu piyadaya hücum. Atla qoruya bilmir, çünki bu top bu xətti qoruyur. Məhz buna görə top B8, yəni top YB8, top AB8 yox. Həmçinin burada hələ də bizim hücumumuz davam edir. Bura düşdükdən sonra bizim buralara hücumumuz var. Fil J6, S2 xanası və topun açmazı. Maraqlı. Maraqlı fikirlər var idi, ideyalar var idi. Rəqib də nə oynaya bilərdi? F4 oynaya bilərdi bəlkə də. F4 J4 hücumu ilə əslində mənə doğru gəlməli idi deyə düşünürəm. Mən olsam elə oynardım. Yəni bu tərəfin başına buraxardım. Çünki oraya biləcəyim bir yer deyil. Atı çəkib belə oynamaq olar, amma o dediyim kimi o təhlükə fil J6, burada filin hökmranlıq eləməsi, sonra filin bu kimi xanalara girməsi biraz təhlükəlidir. Davam edək. Reytingimiz artdı. Amma hələ də balanslaşmayıb. 1890 və rəqibimiz 1916-dır. Danikan ağlar abort elədi oyunu, yəni ləğv elədi. New opponent. 300-2 oynayırıq, amma increment burada çox da hər şey həll eləmir. 7-4 oynayaq. Bu maraqlı variant. Əslində bu variantda mən D4 oynamaq xoşlayıram. D6. Mən açığı çox sevmirəm. Kompüter xudu budur ki, C4 oynamaq lazımdır. Oynayaq. Yəni gördüyüm analizlərdə görmüşəm ki, C4 çox oynanılır. Əslində C4-ü oynamağın məqsədi yəqin ki, burada mərkəzi ələ keçirməkdir, amma indi çox da mərkəzi ələ keçirmək kimi bir şansımız yoxdur. Gələcəkdə mən burada at F5 oynaya bilərəm. İlk öncə fili çıxaq. Hal-hazırda yəni konkret olaraq ata bir təzyiq yoxdur. Burada vəzir B6-dan çəkinirdim, açığı oynamadı. Fili bura çıxmaq üçün mən H2 bağladım. Atın bura hücumu gözləniləndir. Fili nəsə dəyişə də bilər, problem deyil mənim üçün. Bu fil o qədər də vacib deyil. Wow bir fil deyil. Düşünmək lazımdır. Rəqib də yaxşı oynayır. Qala quraq, mən bu fili dəyişməyə razıyam. Gələcəkdə nə ola bilər? Heç gecikmədən gələk bunu. Bizim əsas zəif gördüyümüz nöqtə burada Y6 oynamalı, D6 olmalıdır yəqin ki. Bu D6-ya hücumda hələ ki yəni mümkün deyil deyə düşünürəm. F4-ə gələ bilərik və kifayət qədər aqressiv xod olar. Əslində həm də buranı dayandırır. Yəni qaraların buradan oyun qurmağına icazə vermirik. Rəqib F5 oynamaq istəyə bilər. F5-ə mənim hələ ki gedişim hazır deyil. Rəqib buradan açmağa çalışır oyunu. Aça bilməz, çünki bu var. Ona görə mərkəzdəki at çox vacibdir. Bir çox nöqtəyə nəzarət elədiyi üçün gerini onsuz da saymıram. Burada nələr oynanıla bilər? Məsəl üçün A4 dediyim kimi bura zaten sürə bilmir deyə məncə 6 mənasız oldu. Hücumu hardan quraq deyə düşünürəm. F5 də var, amma F5-ə yenə gözlədiyim xanadan oyun qurulur. Belə bir riskli gediş də var. Dəyişib piyadanı ön xəttə saxlamaq. Fil bura çıxacaq böyük ehtimal. Bu at biraz vacib xanada deyil kimi gəlir mənə. Mən istəyirəm ki, atı biraz manevr elətdirək. Vaxtımız da azalır. Bizə erkən manevrə məcbur edirlər. Erkən manevrdə dəyişmək lazımdır. İndi oynamaq istəyir oranı. Ola bilər ki, gəlin yenə bu dəfə də biraz ehtiyatlı oynayacağım açığı. At buradan oyuna girməyə çalışacağım. Dəyişdikdən sonra təbii ki də. Bu at buradan oyuna girməlidir. Rəqib vəziri əsas xandan çıxdı. Belə deyək. İndi F4 sürmək olar kimi gəlir mənə. İndi hətta bunu da sürmək olar. Bu da maraqlı variantdır və sürək. Niyə də yox. Burada hətta piyada ilə də götürmək olar. Sonra at F4 kimi gedişimiz açılsın deyə. Filin gələcəkdə bu xanalara gəlişi var.
Burada mən istəyirəm açığı piyada ilə götürüm. Mənə daha məqsəd yönümlü gəldi. Bəlkə də səhvli gediş olaraq. Burada rəqib ya da ki B6 oynayıb, fil B7 çıxışlar eləyə bilər. Aha, F5 çoxdan da gözlənilirdi. Bir şah verib də məncə bunu dəyişdirmək hələ ki mənasızdır. Şah verək, ara şah verək, intermezzo, ara xoda deyirlər, ara gedişə deyirlər. Belə bir gediş var. Çox mu tezdir, çox mu erkəndir, onu fikirləşmək lazımdır. Rəqib buradan gəlir. Gəlməsin deyə belə bir gediş edək, həm də buradan təhdid yaradaq. Rəqib vəzir dəyişmək istəyə bilər. Dəyişsə, amma olmur da, dəyişəndə atla girib götürürük. İndi bu xana qorunmalıdır. O, mat daxı. Bu ki matdır. Bəli, rəqib səhv oynadı. Çünki vəzirlə şah demişdim. Zaten şahın gedə biləcəyi yeri yox idi. At G6 və mat. Yarı qapalı mata düşdü deyə bilərik. Davam edək. ...1992 reytingimiz oldu. Rəqib 1963'dür. Bizdə isə sual altındadır. İndi oyunlar getdikcə daha da çətinləşəcək. Çünki rəqiblərin gücü artır. Gördüyünüz kimi artıq bu rəqib fikirləşmədən oynayır. Fikirləşmədən oynayan rəqiblər məni o qədər də narahat eləmir. Bəlli bir nöqtədə səhvlər eləyirlər. Sadəcə debütdür deyə düşünürəm ki, yəni debüt olduğu üçün biraz sürətli oynayır ki, vaxt qazansın. Həmin taktika ilə davam edirik. Sizə az öncəki oyunda göstərdiyim qaraların düzülüşü ilə vəzir C7 və yenə bura bir təzyiq. Burada digər oyunculardan fərqi o idi ki, daha tez hücuma gəldi. Bu dəfə biz B5 qarşılığını verə bilmədik. Çünki A4 gəlirdi, oyun çirkinləşirdi. İstəmədim oyun elə getsin. Arxaya gələ bilərəm, belə də gələ bilərəm. Belə gəlsəm, atla hücum var. Atla hücumu mən normal qarşılayacağım, problem deyil. Onun arxasına artıq keçməyə bir mənası yoxdur. Onsuz da orada bir fil var. Gözlənildiyi kimi A4 də gəldi. Biz açıq xətti götürək. Hücum bölgəsini bu dəfə tam fərqli eləyəcəm və buradan daxil olmağa çalışacağım. Çox maraqlı bir oyundur mənim üçün də. Burada müxtəlif versiyalar var əslində. Burada piyada ilə də götürmək olar. Rəqib qorumağı seçdi. Bu onun üçün vacib bir nöqtədir deyə düşündüyəm ki, mən atla dəstək verirəm öz atıma. Ki mərkəzdə at qalsın. Dediyim kimi, sizə də az öncə göstərdiyim kimi, at mərkəzdə qaldıqca rəqibin qarşı tərəfinə təhdid sayı çoxalır. Hətta belə deyərdim ki, mərkəzdə ən effektiv fiqur atdır. Fiqurlar arasında. Görün, bu at haralara gedə bilir. İndi təhdid törətdiyi nöqtələr. Hamısı da kritik nöqtələrdir. Əslində burada maraqlı bir oyun var. Məsəl üçün belə bir oyun oynaya bilərik ki, dəyişib, şahı qaçıb, topla buranı tutmaq. Amma o zaman da o dəyişəcəkdir böyük ehtimal. Fillə təhdid yarada bilərikmi? Gecikərikmi? Sual altındadır. Bu variantı oynamaq istədiyimdən əmin deyiləm. Sakit variantda qalmaq istəmirəm. Gəlin bu variantı oynayaq. Nəsə çox da ürəyimə sinmədi, amma oynayaq maraqlı gəlir. Rəqib dəyişdi. Topla da vura bilərəm, fillə də. Fillə vurmağı seçirəm. Rəqib mümkün qədər dəyişməyə çalışacaq. Çünki onun üçün vacibdir. Mən isə dəyişmək istəmirəm açığı, nə yalan danışım. Belə bir şey deyəcəm. Bu fil mənə lazımdır da, mən bu şahı çəkib topu buradan bura hədəfləyirəm. Fillə qurma kimi bir düşüncə ola bilər. Toplar dəyişmə. Məsələn, bu variantı mən hesablamışdım. Məncə burada rəqib səhv elədi. Topla vəziri dəyişib. İlk öncə topları dəyişib. Ardınca fili vururam. Çünki rəqibin piyadası da cütlənir. Buradan vəzirlə piyadaya bir hücum var. Fil də gələ bilərdik. Nəysə. Fili bura gələrək rəqibdən tempo qazana bilərik. Amma ilk öncə mən istəyirəm ki, vəzir qovaq. Çünki əlimizdə imkan var. Amma vəzir də oraya girdi, o da yaxşı olmadı. Xət tuta bilərik.
Opsiyaları fikirləşirəm. Xətti açmağımızın hal-hazırda heç bir xeyri olmadı, çünki aktivlik göstərə bilmədik. Oyunu açmaq lazımdır necəsə. Vəziri oyuna salaq. Vəziri dəyişmək lazımdır ümumiyyətlə. Fili də aktivləşdirmək və piyadaları dəyişmək lazımdır ki, daha açıq bir oyun oynanılsın. Məncə rəqibimin bu gedişi yenə səhvdir deyə düşünürəm. Bir aldatmaca varmı görəsən burada? Rəqib yoxsa qoruya bilirmi? Onu bilmirəm. Hesablamaq lazımdır. Gələk. Belə bir giriş. Görək rəqib aldatmacamızı yeyirmi? Götürsə, zaten qorumalıdır bu arada. Bunu götürə də bilmir. Vəzirlə gəlib qoruya bilər. Biri bura girmək üçün. Atı qaçdı. Atı qaçdı. Biz dəyişməyi təklif edək. Niyə də yox? Nisbətən daha yaxşı pozisiyaya düşdü deyə bilərik. Özümüzün səhv oldu. Bəli, atı bura gəlməyi çox məntiqlidir. Hədəfimiz topu buradan manevr eləməkdir. O da türklər demişkən yersə. 52 saniyəmiz var. Rəqib də yaxşı oynayır. Həfif ola bilmirik, çünki rəqibin gedişləri yaxşıdır. Bu piyadanı mən burada görmək istəmirəm. Buna görə biraz narahatam. Top manevrləri ilə şah ona görə gəldi ki, topu bura gələ bilsin. Manevramızı tamamlayaq. İndi vəzirə bir hücum oldu. Vəzir bu hücuma necə reaksiya verəcək? Sual budur. Atı bura girəcək böyük ehtimal. Atı heç ora girməyini istəmirəm açığı. Amma girəcək təbii, bunun bir çarəsi yoxdur. Belə bir gediş deyə bilmirik. Çəkək bunu qırağa. Səbirli olmaq lazımdır hal-hazırda, çünki situasiya biraz mürəkkəbdir açığı. Bu fili mən bura çəkəcəm, bu fili dəyişmək istəmirəm. Çox da qiymətli də bir fil də deyil ki, deyim hə. Qorudum fili. Belə bir aldatmaca ola bilərmi? Niyə də yox? Rəqibin 50 saniyəsi, mənim 37 saniyəm. Rəqib dəyişmək istəyir yəqin ki. Yox, mən istəmirəm axı onu. Yaxşı oynamadıq deyəsən. Belə bir şey eləyək. Bərbad bir gediş oldu məncə. Crazy Ivan. Crazy oynayır həqiqətən də. Dəyişib. Geçsək bura. Aha. Maraqlı. Gələk bura. Şah varmı? Buradan şah var. Bu getdikcə maraqlı gəlir artıq bu oyun. Belə bir şey oynayaq. Mən razıyam, gəl dəyişək. Okey. İndi bura hücum var. Məncə müdafiə... Aha. Əlverişsiz şəraitdə mən piyadan götürməyə çalışacağım az da. Rəqib də bura düşə bilir. Yaxşı ki düşmədi. Məncə o variant daha yaxşı idi onun üçün. Çox maraqlı versiyalar oynanılır bu dəqiqə. Vaxt azdır. Hər iki tərəf əlindən gələn eləyir. Aha, arxada bir boşluq. Mənim üçün lazım olan elə bu idi. Topla qorumağa çalışacaq arxasından. Belə bir gediş eləyək. Bura hücum eləməliydim də. Görmədim.
Dəyişdik eləyək. No. Bunu vuraq. Rəqib bunu vura bilər bu arada. Belə gələk. Oo, səhv oynadıq axı. Biz səhv oynadıq. Kobud səhv. Buraxmırıq rəqibi. İnşallah belə gələcək böyük ehtimal. Yine bir manevr dərdindəyik. Olmaz. Olmaz. Oy 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 oy. Nələr baş verir burada? Səhv oldu təbii ki də. Rəqib səhv elədi. Oyun sonunda bunları hesablamaq lazımdır. Təslim oldu rəqib. Bizim isə reytingimiz artdı 75 xal. Hardasa az qala oyunu bərabərə və yaxud da uduza bilərdim. Biraz bəxtəvər oyun oldu deyə bilərəm. Hətta analiz burada versə yəqin ki oyunun analizi mənim əleyhimə çoxlu gediş göstərər. Burada Request a Computer Analysis-i seçsək, lichessdə bizim üçün hər şey analiz edir. Səhvlərimizi, blunderları, yəni kobud gedişlər, görmədiyimiz kör adından da bəlli olduğu kimi kör-körayına oynanılan oyunları göstərir bizə. Bu Crazy Ivan'ın nəticəsidir. Bu mənim nəticəmdir. Oy 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 4 blunder 4 mistake 7 in crazies. İndi bunların sayəsində belə çox olmağı normaldır. Çünki əgər oyun belə deyək Zeitnot, yəni vaxt çatışmazlığı termindir bu şahmatda. Zeitnot zamanı çoxlu həmlələr oynanılırsa orada blunder sayı avtomatik artır. Çünki zaman çox az qalır, sən radikal düşünə bilmirsən və o lazımı pragmatik gedişləri edə bilmirsən. Buna görə də blunderların sayı artır. Rəqibdə 7 blunder var, məndə 4 blunder var, amma rəqibin mistakləri məndən aşağıdır. Ümumi overallda mənim openingim 98%-dir. Yəni sizə göstərdiyim opening yaxşıdır. Middle game 82%, meh ingilislər demiş, 80% end game. Amma adətən məndə tərsinə olur. Yəni opening çox zəif, end game çox güclü olur. Bu dəfə biraz bəxtim gətirdi. Qaydaq 3+2-yə. ...2067 bala çatdıq və oyuna davam edirik. Yəqin ki oyun belə düşünürəm ki bizim çətinliklə udmamağımızı da hesablayır. Çünki bu dəfə az bal verdi. Çox yüksəltmədi məni. Bu arada fransız filmdə belə bir gediş var. Olsun. Orada çıxaq. Maraqlıdır mənə. Orada atla vurmaq lazım. Çünki filmlə vurub fil dəyişdikdə atın belə bir düşüşü var və bu xanaya gəlməyini heç istəməzsiniz. Ən sinir bozucu nöqtədir. Mərkəzdən də aşağıdır, yəni daha bərbad bir şeydir. Burada müxtəlif versiyalar var. Fil D7 var. A6 var. İkisi də əslində oynanıla bilər. Amma biz bunu götürə bilmirik. Çünki şah açılır. Bir anlıq iştahım qabarmışdı. Dəyişə bilərik, problem deyil. Açığı yəni oyun başlanğıcı debütdən çox da narazı çıxmadıq. Mən gözləyirdim ki daha da pis çıxarıq. Çünki bu variant heç sevdiyim variant deyil. Fili çıxmalıyıq da. Biraz gələcəyə yatırım gedişidir bu. Amma görək indi bu nə olur. Bəzən belə gedişləri erkən etmək də biraz psixolojik hiylədir. Çünki rəqib fikirləşir ki, aha nəsə var indi. Ona uyğun da biraz mənasız kodlar oynamağa başlayır. Bizə də o sərf edir. Rəqib bura dalmaq istəyir. Türklər demiş. İcazə verməyək. Bir giriş cəhdi var. Bir giriş cəhdi var. Amma bizim də görək əks həmləmiz varmı? Oyunu tamam fərqli bir yöndən də aparmaq olar əslində. Amma belə biraz daha cəsur oynayıb. Elə oynayaq da.
Ne diyor? Ama bunu veririk. Bunu niye verək ki? Olmaz mı onu biz verməyək? Aslında olar. Çox mənasız durur bu hərəkət amma oynadıq. B6. Bu sərhəddi bağlamaq üçün olan bir gediş oldu. Bu piyada getdikcə zərərsiz durmağa başlayır. Filimizi dəyişmək istəyir. Mən bu fili vermək istəmirəm amma. Həm arxaya keçəcəm, həm də topun xəttini açacağım. Biraz vaxtdan itirdim açığı, amma onu düzəltmək lazımdır. Olası bir B4 gedişində atı bura girmək hədəfim. Çünki fili A4'e keçə bilirəm və bu xanaya hücum var idi. İndi burada maraqlı oyunlar başlayır. Birinci növbədə 2 qat zərbə edək. Həm bura, həm də bura. İkisindən birini qorumalıdır. Və təbii ki də o əslində məntiqli olanı qorudu. Bunu yox, əslində bunu da qoruya bilərdi. Oyunu buradan açmaq istəyirdisə, biraz sürətli oynamaqda indi fayda var. Vəziri elə yerə keçək ki, sonra bizə problem olmaz. Məsəl üçün bura çox əla durur fikrimcə. Bu gözlənilən idi. Belə bir giriş var əslində. Çox da belə riskli görsənir. Amma oynayacağım. Maraqlı gəlir. Onsuz da burada fil var. Bu atı burada qovmamızın məqsədi bu arada bu fili bu keçid xəttinə yerləşdirə bilməkdir. Bu fil burada çox da əjdahadır. Oy. Az qala premove açırdım. Bəli, indi istədiyim o keçid xəttinə keçdik. Əslində hətta bəlli bir nöqtəni dəyişmək də olar. Amma niyə dəyişək? Güclü bir... Hə, təbii ki də. Çünki biz bu dəqiqə topu vura bilmirik. Mən bunu necə düşünmədim. Çox maraqlıdır. Dəyişə də bilərik bu arada. Dəyişib bir maraqlı bir versiya var orada. Çox maraqlıdır hətta. Yəni, bunu oynamaq fillər, aktiv və s. falan olar. Oynaya görək nə olur. Maraqlı versiyaya bənzəyir. Bir piyada üstünlük. Bunu da nəzərə alaq. Rəqib dəyişmək istəmir bu arada. Rəqib bayağı deyir ki, mən oynamaq istəyirəm. Məndən oyna. Rəqib oyna deyirsə biz də oynayaq. Niyə də yox? İkinci piyadada getdi. Rəqib şokdadır. Filədə hücum var bu arada. Məcbur dəyişməlidir. Bir giriş var. Ah, bu rəqibin nəsə bəzi gedişlərə heç xoşuma gəlməməyə başlayır. Topu da vururam bu arada. Niyə də vurmayım? Rəqib təslim oldu. Maraqlıdır. Əslində bu oyunun analizi mənim üçün çox maraqlıdır. Nəyə görə? Çünki rəqibin görəsən belə artıq heç nəyim qalmayıb deyib bunu vurmağı və ardınca da vəzir, fil hücumu nəsə yarada bilərdimi görəsən? Çünki ardınca da piyada da var. Amma mən topu aldığım üçün bu piyadanın burada effektivliyi ölür. Mənim də film var. Zaşda da hətta bir anlıq bunu açmaq istədim ki, buranı qoruyum. Sonra fikirləşdim ki, burada fil D4 var. Vəziyyəti daha da pisləşdirirəm. Bura qədər yaxşıdır. Reytingimiz, anlıq reytingimiz məğlub olmadan davam etdik və bizim bu dəqiqə reytingimiz Blitzdə 2121'dir. Və qarşısındakı sual şərəsi yenə də dediyim kimi hələ də onu göstərir ki, bizim reytingimiz balanslaşmayıb. Yəni biz daha çox reytingi artıra bilərik. Mənim reytingim normalda 2000-2200 arası dəyişir. Bəli, 200 fərq olsa da, belə gülməli görünsə də doğrudan da dəyişə bilir. Nəyə görə? Çünki elə gün olur. Mən çox belə mənasız oyunlar oynayıram. Metroda oynayıram ya da ki, hardasa oynayıram. Fikir vermirəm gedişlərə. Çox oynayıram belə oyunları. Reytingim düşür. Elə günlərdə olur. Fokuslanıb saatlarla oynayıram və reytingim birdən-birə 2200-ə hətta daha yuxarıya qalxır. Maksimum reytingini gördüyüm 2285 olub. Ya da 83 dəqiq hatırlamıram. 2300'ü görməmişəm. İnşallah sizinlə görərəm. Oynadıkça, analiz etdikcə, yeni şeylər öyrəndikcə və öyrətdikcə gördüyünüz kimi oyun zamanında sizə göstərilən bəzi kiçik trükləri İnşallah oyunlarımıza davam edərik və onları da öyrənərik, öyrədərik.
Çox sağ olun izlədiyiniz üçün. Videonu burada sonlandırıram və növbəti oyunları da sizinlə yenə paylaşacağam. Bugün oynadığımız say 5 oyun oynamışam və 5 oyuna 621 xal qalxdı. Yenə dediyim kimi bu balanslaşma siyasətinə görə, liçesin balanslaşma siyasətinə görədir bu. Bu qədər yüksək qalxım. Yəni məğlub olsam daha tez düşəcəm. Amma yenə də gəlib hansısa bir nöqtədə öz tarazını tapacaq. Digər oyunları da oynayacaq vaxtaşır sizlə. Yəni nələr irəlidə eləyəcək liçes üzərində onu göstərim mən. Burada müxtəlif toollar var. Rapid, məsəl üçün rapid oyunlar, yəni 5 dəqiqədən yuxarı 15 dəqiqə adətən oyunlarda. Klassik gameləri yəqin ki sizinlə oynamayacağam. Çünki klassiklər çox uzun çəkir. Hələ bu correspondence onu demirəm hələ. Günlərlə çəkir. Biri oynayır, biri 3 gün sonra oynayır və s. Bu mənim üçün çox maraqsızdır. Bulletlər əslində mənim çox yaxşı olduğum bir nöqtədir, amma telefonda, yəni kompüterdə heç vaxt bullet yoxlamamışam. Hətta istəsəz sizinlə bir belə şahmat bağımlılığının səviyyəsini göstər bu dəqiqə. Bullet oyunu oynaya bilərəm. Çox belə həvəsimə düşdü bullet oynamaq. Çox sürətlidir burada bullet. Yəni mən mouse-la öyrəşməmişəm. Burada pre-move hər şeydir də. Yəni pre-move olmadan siz burada heç nə edə bilməzsiniz. Yəni telefonda pre-move rahatdır mənim üçün, nəinki kompüterdə. Okey. Artıq burada izah edə bilmirəm, üzrlü sayın. Bu arada müftələri də görmürük. Oy. Səhv elədim əslində. Rəqib görmədi. Aha. Maraqlı. Hücum etmək lazımdır. Oy. Vəzin düz qabağına. Olar mı heç? Belə bir şey. Rəqib yenə görmür. Dəyişək zaten üstünlük onun piyada cütündən qorxmuruq. Mən oxlarla da olsa göstərməyə çalışıram hücum nöqtəmi. Ay. Burada bir mat trükü var idi. Onu təbii ki də icazə verməyəcək. Hə, indi nə istəyirsən? Sual budur. Yox da, elə şey yoxdur. Cütləşdirib gəlmək istəyirdi. Olmaz. Mən vəzirə gedirəm. Saxlaya bilsən, saxla. Axı gedirəm. Doğrudan bu oynayırlar ki, yəqin vaxtı oynayır. Vallahi vaxtı oynayır. Hə. Əla, udduq. Reytingimiz xeyli artdı. 1700-lərə gəldi çatdı. Amma bu bulletə dediyim kimi bullet hətta belə bir şey deyə bilərəm. Bu arada Məryəm çox sağ ol oyun üçün. Digər oyuncuların da adlarını çəkənmədim. Bəzən Crazy Ivan, bəziləri yadında qaldı. Bu arada bullet şahmatı zəiflədir. Nəyə görə? Çünki çox sürətli oynadıqca siz çox az düşünürsünüz və adətən real oyunlarda 1 dəqiqəlik oyunlar oynamadığınız üçün realda da səhvləriniz çox olacaq. Məsləhət görürəm ki, bullet az oynayasınız. Bəzən məsələn gördünüz ki, sürətiniz zəifləyir, analiz edin oyunlarınızı, görün ki, zəif oynayırsınız oyunların sonlarını. Məsələn, save nota düşürsünüz, çox düşünürsünüz oyun sonunda. Hə, biraz bullet oynayıb sürətləndirmək və end game'lərinizi analiz etmək olar. Amma belə davamlı bullet oynayım, başqa şahmat oynamayım deyən adamları çox görmüşəm və onların həqiqətən də şahmatı çox zəifləyir. Və istənilən adi gedişləri yəni belə görmürlər. Çünki onların tək dərdi o timingdə uduzmamaqdır. Yəni fərqlənməməkdir. Belə özünüzə yaxşı baxın. İnşallah yenə görüşərik. Təşəkkürlər izlədiyiniz üçün.